Azərbaycanda qaçırılmış minlərlə uşaqların aqibəti necə oldu? Nərmin hardadır? Rasim nəyə görə tapılmır? Bu sualların cavabı uzun illər cavabsız olaraq qalacaq. Bilirsiniz ki, dünyada bir qrup psixologiyası pozulmuş insanlar balaca uşaqları qaçırdaraq onlara təcavüz edir. Burada insan alverləri, orqan alveri, şeytan ayinləri kimi nüansları nəzərə alıb, ən dəhşətli hadisələrdən biri də gənc qalmaqdır. Məşhur müğənnilər, milyarderlər cavan qalmaq üçün uşaqlara dəhşətli işgəncələr eləyir, onların qorxu hormonlarından xüsusi dərmanlar hazırlayırlar. Bu dərmanlardan istifadə etdikdən sonra bir müddət gözlərinin altında müəyyən qaralmalar olur və daha sonra onlar cavan qalacaqlarına ümid edirlər və daha uzun yaşamaq üçün il ərzində on minlərlə uşaqları qaçırdıb dəhşətli işgəncələrə məruz qoyurlar. Hal-hazırda